proqramımız CorelDRAW olacaq. CorelDRAW proqramı qrafik vektor redaktorudur. Yəni daha çox dizayn tipli proqramdır. Dəvətnamələrin hazırlanması, vizitka, broşur, kitab üzlükləri, diplom, sertifikat, yəni daha çox dizayn işlərində istifadə olunur. Proqramdan istifadə etmək üçün iki üsulumuz var. Əgər ekranda CorelDRAW varsa, buradan da daxil ola bilərsiniz və yaxud da axtarış hissəsində CorelDRW yazaraq da proqrama daxil olmaq mümkündür. Mən aşağı hissədə CorelDRAW-ı açmışam. Proqram açdıqda ümumi olaraq ekran görüntüsü bu formada olur. Onu da qeyd edim ki, bizdə olan X7 versiyadır. Digər versiyalarda və yaxud da bir versiya, iki versiya yuxarı olduqda ümumi görünüş fərqli ola bilər. Bu da çox da geniş bir fərqi yoxdur əslində. Sadəcə olaraq bəzən açdıqda ümumi ekran olaraq mənə boş A4 yox, fərqli bir formada verir. Buradan da sadəcə yeni dokument yaradırsınız, avtomatik OK-nə təsdiqləyib yeni vərəq əlavə edə bilərsiniz. Amma ümumi içərisinin görünüşü demək olar ki, oxşardır. Proqramı açdıqda qarşımıza sıfırdan boş bir vərəq çıxır. Yuxarı hissədə yenidən xəttkeşlərimiz var. Ən yuxarı bölmə menyu sətri olur. Menyu sətrindən aşağı hissədə sazlama paneli, sol tərəfdə alətlər paneli, sağ tərəfdə isə rənglər paneli yerləşir. Yəni ki, ümumilikdə 3 panelimiz var. Aşağı hissədə isə yenidən vərəqlərimiz olur və biz buradan yeni vərəqlər artırıb azalda bilirik. Növbəti dərslərdə bunlar haqqında ümumi məlumat verəcəm yenidən. Bəzən hər hansı bir menyu sətri, sazlama paneli və yaxud da rənglər paneli ekranda görünməyə bilər. Bu tipli hallar olduqda nə edirik? İstədiyimiz hər hansı bir menyunun və yaxud da hər hansı bir alətin üzərində siçanın sağ düyməsinə toxunuruq və belə bir kontekst menyu açılır. Və burada diqqət etsəz, işarələrin qarşısında qeydlər var. Mən yuxarı hissədə də daxil olsam, eyni bölmə açılmış olacaq. Menyu barının qarşısından məsələn qeydini götürsəm, artıq yuxarı hissə olmayacaq. Həmçinin burada digərləri üçün də etmək olar. Aktiv etmək üçün isə sadəcə menyu barı təkrar aktiv edirik və yuxarı hissəyə də əlavə olunur. Rənglər hansı hallarda olunur? Baxın, window bölməsinə daxil olursunuz. Burada ümumi bütün rəng tonları verilmiş olacaq içərisində. Əgər bu işarənin qeydi götürülürsə, deməli, rənglər paneli də ekranda olmur. Aktiv etmək üçün isə yenidən bölməyə daxil olursunuz və həmin paneli bu hissəyə əlavə edirsiniz və buradan bir çox rəng seçimi əlavə etmək olar. Əslində bu formada saxlasaq daha yaxşıdır, ona görə mən belə saxlayıram. Onu da qeyd edim ki, hər hansı bir rəng tonlarını istədiyimiz qədər çoxalda bilirik. Məsələn, mavi rəngin üzərində siçanın sol düyməsini sıxılı vəziyyətdə saxlasam, diqqət etsəz, fərqli tonlar da verir. Yəni, rəng seçimi təkcə bu qədər deyil. Əlimizdə rəng tonları olduqca genişdir. Həmçinin də aşağı hissəyə gələrək buradan da rəng tonlarını dəyişib aşağıya doğru digər tonlardan da istifadə edə bilərsiniz. Yuxarında olduğu kimi saxlayıram. İlk öncə burada olan bəzi alətlər haqqında, daha doğrusu əmrlər haqqında danışaq. Daha sonra isə sadə fiqurlarımızdan danışacaq. Düzbucaqlı yaratmaq, dairə yaratmaq, digər fiqurlar və yazı yazmaq. İlk dərsimiz bundan ibarət olacaq əsasən. Əvvəlcə onu deyim ki, yuxarı hissədən burada vərəq ölçüləri müəyyənləşdirə bilərsiniz. CorelDRAW dizayn proqramı olduğu üçün biz fərqli vərəqlərlə də işlər görəcəyik. A5 ola bilər, A3 ola bilər. Yenidən bilirik ki, A5 A3-dən daha kiçik bir ölçüdədir. A3 isə daha böyük, haradasa 2A4, hətta daha da böyük ölçüdə yerləşir. Standart olaraq isə A4-də saxlamaq mümkündür. Sağ tərəfdə vərəq ölçülərini müəyyənləşdirə bilirsiniz. Hal-hazırda millimetrdir, amma bu hissədən daxil olub santimetr və yaxud da metr, piksel olaraq da dəyişmək olar. Mən santimetrdə saxlayıram çox vaxt, çünki santimetrlə ölçü vermək daha rahatdır. Təbii ki, millimetrdə də qala bilər. Amma metrdir, kilometrdə onları təbii ki də heç vaxt seçmirik. Bizə lazım olmayacaq. Standart vərəq ölçümüz 21-in 29-adır. Yəni A4 vərəqinin ölçüsü bu ölçüdə olur. Amma sizə daha fərqli bir vərəq ölçüsü lazımdırsa, məsələn 30-un 60-a, yuxarıya 30, aşağıya 60 yazıram. Enter ilə təsdiqləyib belə bir vərəq yaradıram. Ctrl-Z vasitəsilə yenidən burada da sıfırlama etmək mümkündür.
Səhifə portret albomlu formada qala bilər. Word-də, Excel-də olduğu kimi vərəq formalarını dəyişə bilərik. Bir də burada əsas hələ ki dediyim kimi bunlar bir də santimetr. Bunları bilsək ilk dərsdən kifayətdir. CorelDRAW-da bir üstün cəhəti ondan ibarətdir ki, proqramın biz təkcə A4-ün öz içərisində yox, A4-dən kənarlarda da yazılar və yaxud da şəkillər, fiqurlar əlavə edə bilirik. Yəni mən təkcə bu hissədə işləməyəcəm. Ölçü vermək üçün isə CorelDRAW-da normalda siçandan istifadə olunur. Ona görə də kompüterdə mütləq əlavə olaraq mausu taxırıq. Çünki burada sadəcə idarə edə bilirsiniz. Amma genişləndirmək üçün siçanın digircəyindən tutaraq ölçünü çalışdığınız qədər genişləndirir və yaxud da uzaqlaşdırırsınız. Deyək ki, məsələn, çox hal-hazırda sol hissədədir. Bu dəfə də siçanın digircəyini sıxılı vəziyyətdə saxlayıram. Bu siçanda deyilsən, bu siçan işləmir, ona görə alınmır. Normalda sıxılı vəziyyətdə saxlasam, əl işarəsi gələcək. Hətta bu kompüterdə baxın. Belə istədiyiniz kimi daşıya biləcəksiniz. Mən hal-hazırda istifadə edə bilmirəm deyə olduğu kimi saxlayacağım. Əgər yenə də çox soldadırsa, bu formada sürüşdürərək gedə bilərsiniz sola sağa doğru. Belə. İlk olaraq başlayırıq birinci alətimizlə. Onu da qeyd edim ki, normalda Photoshopda yadınızdasa demişdik ki, sazlama paneli alətlər panelinə görə dəyişir. Baxın, bu əmr CorelDRAW-da da eynidir. Yəni, bura sabit olaraq qalmır. Mən artıq buradan hər hansı bir alət seçdikdə yuxarı hissə dəyişmiş olacaq. Yenidən sazlama paneli alətlər panelinə görə dəyişir qısacası. Belə, mən əvvəlcə başlayıram burada Rectangle aləti ilə. Rectangle-da siçanın sol düyməsinə toxunanda iki seçim imkanı verir və F6 vasitəsilə də bunu etmək mümkündür. Rectangle sadəcə ekranda fiqur çəkir. Baxın, bu formada fiqur əlavə edə bilərik. Avtomatik rənglənir. Bir dəqiqə, sıfırdan daxil olaq. Çünki son rəng tonu hansı seçilmişdirsə, o rəng tonunda qalırdı. Mən Ctrl-N vasitəsilə yeni vərəq yaratdım ki, boş rəngdə qalsın. Yəni, içərisi rəngsiz olsun. Sadəcə siçanın sol düyməsini tutaraq istədiyiniz hissələrdə, hətta vərəqin öz içərisində də fiqur yarada bilirsiniz. Fiqur yaratdıqdan sonra fiqurun kənar hissələrinə kiçik dairələr gəlir, daha doğrusu kvadratlar gəlir. Buradan fiqura ölçü vermək olur. İstədiyiniz qədər kiçildib genişləndirmə mümkündür. Fiqur çox aşağıdadırsa, üzərinə yaxınlaşıb bu formada daşıya da bilirik. Daşıma bəzi hallarda belə alınmır. Diqqət etsəz, daşımaq istədikdə yenidən fiqur yaranmış oldu. Ona görə də tövsiyəm fiquru daşımaq üçün hər zaman birinci Pick Tool alətini seçib sonra daşımaqdır. Əslində bu işarənin məqsədi də fiqurları, şəkilləri, yazıları daşımaq üçündür. Biz sadəcə seçib istədiyimiz səmtə doğru daşıya bilərik. Belə. Baxın, bu formada. Fiqurun üzərinə bir dəfə toxunduqda isə artıq kənar hissələr dəyişmiş olacaq. Belə olduqda da kənarlara dərəcə verə bilirik. İstədiyimiz dərəcədə saxlamaq olur fiquru. Yenidən Ctrl-Z ilə əvvəlki halında saxlayıram. Eyni anda bir çox fiquru aktiv saxlamaq mümkündür. Bunun üçün də fiqur aktivdir. Shift düyməsini sıxılı vəziyyətdə saxlayaraq eyni anda bir çox fiquru seçirəm və bu formada kiçildib daşıya bilərəm, genişləndirə bilərəm. Amma bir dəfə toxunduqda aktivlikdən çıxmış olacaq. Onu da yenidən deyim. Formada da seçmək olur bu arada. Belə. Fiquru silmək üçün isə sadəcə Delete düyməsinə bir dəfə toxunursunuz. X7 versiyasında Backspace ilə silmək olmur. Ancaq Delete ilə olur. Amma digər versiyalarda Backspace-də yenə aktivdir. İkisindən də istifadə etmək olar qısacası. Fiqur çəkdikdən sonra yuxarı hissədə bəzi əmrlərimiz var. İlk dərsdən elə bu əmrlərin hamısını deyirik. Çünki çətin əmrlər deyil, sadə əmrlərdir. Burada nələr var? Məsələn, X, Y koordinatını müəyyənləşdirə bilərik. Məsələn, mən buraya 20 yazıram. Aşağıya da yazıram 30. Enter-lə təsdiqlədikdə yuxarıya getmiş olacaq bu formada. Yerini dəyişir. Bunu əl ilə etmək daha çox tövsiyə olunur. Yəni, istəkdən asılıdır yenə də. Hər iki üstündən daşımaq mümkündür. Buradan isə ölçü veririk. Baxın, bu çox lazım olacaq. Məsələn, biz vizitka hazırlayanda, broşur hazırlayanda və yaxud da dəvətnamə onlara ölçü verməli olacaq. Ölçü də hər zaman
bu hissədən yuxarı hissə və aşağıdan yazılacaq. Məsələn, biz əgər vizitqa hazırlayırıqsa, mən bura 10, aşağıya 5 yaza bilərəm. 10-un 5-ə belə bir ölçü verilmiş olur. Faizi müəyyənləşdirə bilərsiniz. Daha kiçik, daha böyük faizdə olmağın formada dəyişir və faizi dəyişdikcə artıq 100%-ə uyğun uzunluq və yaxud da eyni uzunluq avtomatik dəyişmiş olacaq. Bu hissədə isə dərəcə veririk. Məsələn, yazıram bura 65 dərəcə, belə bir şey olmuş olur. Bayaq kənar hissələrindən tutub dəyişmişdik. Eyni qayda ilə bu üsulla da dəyişmək mümkündür. Bir də kənar hissələrə ovallıq vermək olur. Bu necə olacaq? Baxın, yuxarı hissədə sizə belə bir bölmə verir. Burada da açar işarəsi var. Əgər buradakı açar bağlı vəziyyətdədirsə, mən bir tərəfə ölçü verib enter ilə təsdiqləsəm, bütün tərəflər dəyişmiş olur. Yox, əgər mən bunu sıfırladıqdan sonra açarı açıq vəziyyətdə saxlayıb, daha sonra ölçü versəm, artıq bir tərəf dəyişmiş olacaq. Bu bir tərəfdə bir çox fiqurlar yaratdıqda istifadə etmək olur. Daha çox reklam işlərində, bannerlərdə lazım ola bilər. Məsələn, belə bir şey yarat, aşağıya doğru belə bir dizayn olsun. Əslində, işarələri bizə hazır verir. Biz özümüz həmin işarələrlə nələrsə yaratmağa çalışırıq. Yəni, normalda biraz işarələrimiz çoxdur, amma hər birinin istifadə qaydası, istifadə yeri var təbii ki də. Ctrl-Shift-Z ilə yenidən bərpa edirəm, bu formada qalsın. Bunlara baxaq. Bu hissədən güzgü əksi əlavə edə bilərik. Yuxarı aşağıya sadəcə güzgü əksi əlavə edir. Buradan isə bir var kənarlar oval olsun, bir var kənarlar içə doğru gəlsin, bir də var kənarlar düz formada olsun. Belə dəyişmək olar bunların hər birini. 0 edib normal halında saxlayıb, bunu da oval saxlayıram. Kənarların qalınlığını istədiyimiz qədər çoxalda bilərik. Dəvətnamələrdə, broşurlarda bəzən lazım olur. Buradan hal-hazırda qalınlıq qeyd olunur. Mən bir dəfə toxunsam alınmasa, təkrar bir dəfə də toxunursunuz, bu zaman alınır. Diqqət etsəz, artıq biraz daha qalın bir formadadır. Keçirik əsas məsələyə, fiqurların içərisini və kənarlarını rəngləmək. Fiqurun içərisini rəngləmək üçün sıçanın sol düyməsinə bir dəfə toxunuruq. Fiqurların kənarlarını rəngləmək üçün isə sıçanın sağ düyməsinə toxunuruq. Sol içərini, sağ kənarları rəngləyir. Əgər rəng şkalasından istifadə edəcəksinizsə, sol düyməni sıxılı vəziyyətdə saxlayıb, məsələn, burada sola da toxuna bilərəm, sağa da toxuna bilərəm. Sağa toxunsam, kənarlar rənglənmiş olacaq. Və yaxud da buradan içərisini rəngsiz saxlayıb, sadəcə kənarlarını da rəngləyə bilərsiniz. Backspace vasitəsi, delete vasitəsilə isə bunu yenidən ekrandan silirəm. Rectangle-ın öz içərisində bir də bu formada fiqur çəkmək olur. Sadəcə bir nöqtə qeyd edirsiniz və özü avtomatik çəkir. Buna nisbətən digəri daha çox istifadə olunur. Shift-i sıxıb saxladıqda düz xətt kimi də çəkmək olar. Belə. Ctrl-Z ilə sıfırlayıram. Buradan isə dairə çəkirik eyni qaydada. Məsələn, bunun klaviatura qısa yolu F6-dırsa, dairə F7 olacaq. Eyni qaydada oxşar işarələr yuxarıda da gəlir. Yenidən yeri müəyyənləşdirə bilirik, ölçüsü müəyyənləşdirə bilirik, dərəcə verə bilirik, güzgü əksi əlavə edə bilirik. Bir dənə bu hissə fərqlidir. Məsələn, buradan diqqət etsəz, dairənin forması dəyişir və yaxud da belə bir dairə yaranır. Belə. Buradan isə həmin o məsafəni istədiyimiz qədər azaldıb, çoxalda bilirik. Məsələn, daha geriyə, daha irəliyə doğru da gələ bilər. Buna toxunsam isə, bax, bir var mənə rəngli olan hissəni göstərir, amma buna toxunduqda artıq rəngsiz olan hissəni vermiş olacaq. Təkrar yenidən eyni qayda saxlayıb, hətta qalınlığını da bu formada da müəyyənləşdirə bilərik. Yenidən sol düymə içərisi, sağ düymə kənarlarını rəngləyə bilər. Delete vasitəsilə bunu da silirəm. Bu hissədə isə fiqurlarımız yerləşir. Əgər qarşısında Y, D, A yazılıbsa, deməli sadəcə Y hərfinə toxunaraq bu fiquru əlavə edirsiniz. Məsələn, mən Pixel alətindəyəm. Y-yə toxunan kimi özü avtomatik həmin fiquru mənim üçün seçir.
Burada poliqon seçdikdən sonra yuxarı hissədə 5 yazılıb. Bu 5 o demək ki, çəkdikdə 5 bucağa çəkmiş olacaq. Amma siz bunu 6, 7 istədiyiniz qədər çoxaldır və yaxud da istədiyiniz qədər azalda bilirsiniz. Ən azı 3 olur. Onu da yenə qeyd edim. 3 bucaqda bizə lazım olacaq fiqurlar çəkdikdə ya dizayn qurduqda. Qalınlaşdırmaq, güzgü əksi, dərəcə və rəngləmə eyni şeydir. Ona görə təkrar deməyəcəm. İçərisində fiqurlarımız çoxdur. Məsələn, ulduz çəkiriksə, yenidən ulduzu artırıb azalda bilərik buradan. Yəni, bunlar əslində çətin deyil. Sadə işarələrimizdir. Spiral çəkə bilərik A hərfi ilə. Belə bir şey əlavə edə bilər. Qalınlığın və s. müəyyənləşdirə bilərik bu hissədə. Bu bölmədə bir də lazım olacaq bizə, baxın, burada basic fiqurlar yaratmaq. Yuxarı hissədə bizə trapesiya verir, düz bucaqlı, üç bucaq verir. Bu ikisi çox vaxt lazım olur fiqurlarda. Məsələn, belə bir düz bucaqlı çəkmişəm deyək ki, aşağı hissəyə bunu yerləşdirə bilərəm. Bəzən diplomlarda çünki istifadə edirik. Yenə sol-sağ edib hər ikisini rəngləyirəm. Fiqurun təkrar kopyasını yaratmaq istəyiriksə, Ctrl-D-dən istifadə olunur. Ctrl-D yazandan sonra, məsələn, 90 dərəcə yazıram, əks istiqamətə gəlmiş olur və əks istiqamətdə də bunu yerləşdirirəm. Və tövsiyəm, fiqur yerləşdirərkən, indi mən düzdür, tam kənara doğru çəkdim, amma siz heç vaxt tam kənarda yerləşdirməyin. Çünki printerdən heç olmasa biraz da olsa məsafə buraxılmalıdır ki, printerdə çap zamanı görünsün. Yəni, belə saxlamaq lazımdır bunu, təqribi. Həmçinin bu hissə üçün də o keçərlidir təbii ki də. Belə. Yuxarı hissəyə əlavə etmək istədikdə isə mən təkrar Ctrl-D etsəm, yenidən mənə verir. Məsələn, 90-dırsa, yəni 90, 90, 180 yazırıq ki, yuxarı dərəcəni bizə müəyyənləşdirin. Bir dəfə də 90, yenidən sol tərəfə də yerləşdirə bilərsiniz. Belə. Bir də buradan baxaq, başqa hansı fiqurlarımız var. Yenidən bu bölmədə yuxarıda ona aid olan fiqurlar gəlir. Həmçinin onun içərisində yenidən buna aid olan fiqurlar gəlir. Yəni, özünüz axtarıb digər fiqurlara da baxa bilərsiniz. Sadə yazı yazmağı izah edim. Yazı necə olacaq? Çünki yazı yazdıqda çox vaxt çətinlik çəkirlər. Yazı yazmaq üçün A hərfini seçirsiniz. F8 ilə aktiv edə bilərik yazını. Çoxunun etdiyi ən böyük səhv odur ki, yazı yazmaq istədikdə çərçivəni çəkib yazı yazmağa çalışırlar. Bu yanlışdır. Çünki çərçivəni çəkib yazı yazdıqda çərçivənin sonradan problem olur. Daşımaq, silmək alınmır. Ona görə də belə etdikdə hətta, baxın, belə bir yazı qalır, sonra dizaynın üzərində görünür həmin o yazı. Belə olmaması üçün nə edirik? Sadəcə A hərfini seçdik və istədiyimiz nöqtəyə toxunaraq istədiyimiz yazını ekrana əlavə edirik. Yazını yazdıqdan sonra fiqur kimi yenidən kənar hissələrindən tutub, daşıyıb, ölçü verə bilirik və bu formada yerləşdirə bilirik. Belə. İkinci dəfə başqa bir yazı yazılacaqsa, yenidən Enter ilə aşağı enərək yazılar yazılmalıdır. Yazı yazdıqdan sonra birinci işarəni seçib, həmçinin rəngini dəyişmək olur. Çoxu deyir ki, məsələn, mən yazı yazıram, amma rəng dəyişmir. Rəng niyə dəyişmir? Çünki birinci Pictool aləti aktiv deyil. Yazı aktiv vəziyyətdə qalmalıdır ki, biz onun rəng tonlarını dəyişə bilək. Hətta kənarlarında qalınlaşdırmaq olur. Yenidən ölçüsün dərəcəsini müəyyənləşdirib, Word-dəki kimi kalibri, Arial, Times Roman bunları seçib yazı tipi müəyyənləşdirə bilərik. Qalın, maili bu hissədən istədiyimiz kimi tənzimləyə bilirik. Buradan isə yenidən qalınlığı müəyyənləşdirə bilirsiniz, nə qədər təxmini olsun, daha doğrusu ölçüsün. Buradan isə mərkəz sağ-sol. Baxın, hal-hazırda bir sətir yazmışam, amma aşağıda daha çox sətir var. Mən bunu mərkəzdə yerləşdirmək istəsəm, belə bir görüntü olacaq. Amma buradan mərkəz seçsəm, yazılar avtomatik mərkəzdə olacaq. Digər üsullar isə əli ilə buradan mərkəzi müəyyənləşdirirsiniz. Məsələn, diqqət etsəz, 10-dursa, deməli, mərkəzdə qalır. Digər yazılarda eyni üsulla yazıb, avtomatik dizaynı yekunlaşdıra bilərsiniz. Belə. İlk dərsdə deyəcəyim məlumatlar əsasən bunlardır. Digər dərslərdə qaldığımız işarələrlə davam edəcəm.